19-20 yaşında oynayanda O21-ə dəvət almadım. Amma klubsuz olan oyuncular gördüm ki, O21 milli komandada çıxış eləyirlər. İndi Xəzər Lənkəran futbolçularına qarşı belə bir münasibət var idi, yoxsa sırf sənlə bağlı bir məsələ? Yox, Xəzər Lənkəran futbolçularla da bağlı ola bilər bəli, bizim heyətdə, çünki cavan uşaqlar çox idi. Yəni ki, amma gördük ki, çox az da, yəni ki, bəzi hallarda çağırırlar, amma çox üstünlük vermirdilər. Və o mənə maraqlı qaldı ki, nəyə görə də? Çünki bizdə legioner oyuncular da var idi, gördük ki, deyirlər ki, sən 19-20 yaşda oynayırsan, əsas liqada oynayırsan, niyə O21-ə çağırılmır da? Maraqlıdır. Xəzər Lənkəran fəaliyyətini dayandırandan sonra biz demək olar ki, hamımız ayrı-ayrı klublarda çıxış elədik. Yəni ki, biz görürdük də, məsələn, komanda yoldaşlarımızı həmişə bir yerdə olardı. Xəzər Lənkəran altyapısında bir yerdə məşq eləyərdik, çıxardıq oyunlara bir yerdə çıxardıq, Razvakada bir yerdə. Amma gördüm ki, həmin insanlar ayrı-ayrı komandalardadır. Və bir epizod yadımdadır ki, İlyasla mən Azalda çıxış eləyəndə İlyas Qarabağda çıxış eləyirdi. Bir də İlyası rəqib kimi gördüm, yəni çox duyğulanmışdım. Dəqiqə başı bir-birimizə baxırdıq. Yəni İlyas mənə baxırdı, mən ona. Yəni çox maraqlı gəlirdi, yəni təsirli hal idi ki, həmişə bir yerdə oynamışıq, dostluq, amma indi ayrı-ayrı. Ona görə Lənkəran uşaqları hamısı sonradan bir-birimizə belə danışırdıq ki, yəni ki, necə ola bilər ki, məsələn, Lənkəran şəhərinin yəni komandası olmasın.